Salam dəyərli izləyicilər. Ekranda yazılmış bu sualın həllini sizinlə bölüşmək istədim. Sual ekranda görünür. Bir daha sualı təkrar oxuyuram. N bərabərdir kök altında x çıx 8 və n bərabər kök altında x üstəgəl 7 tam ədədlər olarsa, n vur n hasilinin ala biləcəyi müxtəlif qiymətlərin cəmini tapın. Məsələnin şərtindən aydındır ki, n və n tam ədədlər olduğu üçün və burada kökaltı iştirak etdiyi üçün, digər tərəfdən m ədədi n ədədindən kiçik olduğuna görə n böyük bərabər 0, n sıfırdan böyük şərtini ödəyən tam ədədlər olmalıdır. Daha doğrusu, buradan alınır ki, n natural ədəd olmalıdır, m isə 0 və 0-dan böyük tam ədəd ola bilər. Hələlik məsələnin şərtindən m və n-in qiymətlərinin bu qədər olduğunu müəyyən etmək olar. İkinci hala fikir verək. Deməli, n və n tam ədədlərdir. N və n tam ədədlər olduğuna görə, deməli, kök altında iştirak edən ədədlərin hər biri tam kvadrat olmalıdır. Yəni, hər hansı bir ədədin kvadratı. Onda birinci kök altı m-in kvadratına, ikinci kök altındakı ədəd isə n-in kvadratına bərabər olur. Yəni, x çıx 8 bərabər m kvadratına, x üstəgəl 7 isə n kvadratına bərabər qiymət alır. Bu tənliklər sistemini həll edək. İkinci tənlikdən birinci tənlik tərəf-tərəfə çıxsaq, alarıq ki, n kvadratı çıx m kvadratı bərabərdir 15-ə. Sol tərəfi vuruqlarını ayırsaq, n çıx m vur n üstəgəl m bərabər 15 olduğunu alarıq. N və m ədədlərinin mənfi olmayan tam ədədlər olduğunu və n-in m-dən böyük olduğunu bildikdən sonra müəyyən edirik ki, bu mötərizələrin hər biri müsbət qiymət alır, yəni hər biri natural ədədə bərabər olur. Bu natural ədədlərin hasili isə 15-ə bərabərdir. Bu isə o deməkdir ki, bu mötərizələr 15-in vuruqlarından təşkil olunmuşdur. N çıx m ifadəsinin qiyməti n üstəgəl m-dən kiçik olduğuna görə n çıx m 15-in kiçik vuruğuna, n üstəgəl m isə 15-in böyük vuruğuna bərabər qiymət ala bilər. 15-in vuruqları isə bunlardır. 1 vur 15 15-ə bərabərdir və 3 vur 5 15-ə bərabərdir. Hər iki hal üçün ifadəni araşdıraq. Birinci hal üçün ifadəni araşdıraq. Yəni, n çıx m 1-ə bərabər olsun. N üstəgəl m isə 15-ə bərabər olsun. Bu zaman bu tənliklər sistemini tərəf-tərəfə toplasaq, n bərabər 8, m bərabər 7 olduğunu alarıq. Deməli, bu şərtdə n vur m hasili 56-ya bərabər olur. Bu, n vur m hasilinin bir qiymət olsun. İkinci şərtə baxaq. Yəni, 3 vur 5 bərabər 15 şərtində bu tənliyi həll edək. Onda alarıq ki, n çıx m bərabər 3-ə, n üstəgəl m isə bərabər 5. Bu tənliklər sistemini tərəf-tərəfə toplasam, 2n bərabər 8 buradan n-in 4 olduğunu və n-in qiymətini gətirib birinci və yaxud ikinci tənlikdə yerinə yazsaq, m-in qiymətinin 1 olduğunu almış olarıq. Buradan da n vur m hasilinin 4-ə bərabər olduğunu görürük. Deməli, n vur m hasilinin iki müxtəlif qiyməti var. Biri 56, biri isə 4-dür. Bu qiymətlərin cəmini tapaq. Məsələnin şərtində də bu qiymətlərin cəmi soruşulur. Bərabər 60-a. Deməli, m vur n ifadəsinin müxtəlif qiymətlərinin cəmi 60-a bərabər oldu. Cavab 60.